Hörmətli səfirlər, mən sizin hamınızı müqəddəs Ramazan ayının başlaması münasibəti ilə ürəkdən təbrik edirəm. Ramazan ayında bizim görüşlərimiz gözəl ənənəyə çevrilibdir. Mən şadam ki, müsəlman ölkələrinin səfirliklərinin sayı Azərbaycanda artır. Bu bizim dostluğumuzu, həmrəyliyimizi göstərir. Xahiş edirəm ki, Ramazan ayının başlaması münasibəti ilə təmsil etdiyiniz ölkələrin dövlət hökumət başçılarına mənim salamlarımı çatdırasınız. Təmsil etdiyiniz ölkələrlə Azərbaycanın çox sıx əlaqələri vardır. Həm iki tərəfli formatda, çox tərəfli formatda biz uğurlu əməkdaşlıq edirik. Və əminəm ki, gələcək illərdə bu əməkdaşlıq daha da dərinləşəcək. Müsəlman ölkələri ilə əməkdaşlıq bizim xarici siyasətimizin prioritet istiqamətlərindən biridir. Respublika gününə həsr edilmiş rəsmi qəbulda xarici siyasət prioritetləri haqqında danışarkən mən bu məqamı xüsusilə qeyd etmişdim. Biz eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirik və daim bir-birimizi dəstəkləyirik. Biz həmişə BMT-də Azərbaycanla bağlı məsələlər müzakirə olunarkən müsəlman ölkələrinin dəstəyini hiss edirik və öz növbəmizdə həmişə BMT-də müsəlman ölkələrini dəstəkləyirik. Aprel ayında İstanbulda İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə də biz bir daha bu həmrəyliyi nümayiş etdirmişik. Bildiyiniz kimi, zirvə görüşündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ciddi sənəd qəbul edilmişdir. Aprel ayında Azərbaycana qarşı törədilən erməni təhribatı pislənilmişdir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradılmışdır. Biz bu addımları çox yüksək qiymətləndiririk və bütün bunlara görə müsəlman ölkələrinə minnətdarlığımızı bildiririk. Bildiyiniz kimi, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması region üçün böyük təhlükədir. Bizə qarşı ədalətsizlik törədildi, torpaqlarımızın təxminən 20% işğal altındadır və 1 milyondan çox qaçqın, köçkün bu münaqişədən əziyyət çəkir. Ermənistan bizə qarşı etnik təmizləmə siyasəti aparmışdır. Xocalı soyqırımı törədilmişdir. İşğal edilmiş torpaqlarımızda bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Məscidlərimizin böyük hissəsi dağıdılıb, qalan yarı dağılmış məscidlərdə ermənilər hərbi qərargahlar yaratmışlar. Bu barədə bu yaxınlarda xarici jurnalistlər də məlumat vermişlər və foto materiallar təqdim etmişlər. Bununla bərabər Ermənistanın rəhbərliyi Avropa ölkələrində olaraq daim münaqişə ilə bağlı həm təhrif edilmiş məlumatları ötürür, eyni zamanda bu münaqişəyə dini don geyindirməyə çalışır. Və bir çox hallarda Ermənistan rəhbərliyi qeyd edir ki, onlar bu çətin coğrafi vəziyyətdə 3 müsəlman ölkəsinin əhatəsində xristiyan dəyərlərini müdafiə edirlər. Bu böyük riyakarlıqdır. Siz Azərbaycanda yaşayan insanlar yaxşı bilirsiniz ki, Azərbaycanda dini, milli zəmində heç vaxt heç bir münaqişə yaxud da ki, anlaşılmazlıq olmamışdır. Azərbaycanda məscidlərlə bərabər kilsələr, sinagoglar tikilir. Erməni kilsəsi şəhərin mərkəzində toxunulmaz olaraq qalır və eyni zamanda Azərbaycan dövləti o kilsənin təmirinə vəsait ayırıbdır. Ona görə Ermənistan prezidentinin və digər şəxslərin belə ucuz, nələyiq çıxışları əlbəttə ki, bir də demək istəyirəm ki, riyakarlığın təzahürüdür. Və bu bir də onu göstərir ki, Ermənistan rəhbərliyi müsəlman ölkələrinə düşmən gözü ilə baxır. Əks təqdirdə belə cəfəng bəyanatlar verməzdi. Amma bununla bərabər öz çirkin niyyətlərini pərdələmək üçün beynəlxalq arenada cəhdlər göstərir ki, müsəlman ölkələri ilə sıx əlaqələr qursun. Mən əminəm ki, müsəlman ölkələrinin rəhbərliyi və ictimaiyyəti kifayət qədər məlumatlıdır ki, Ermənistan İslam abidələrini dağıdıb, məscidlərimizi təhqir edib
və Azərbaycan torpaqlarının işğal altında saxlaması üçün cəhdlər göstərir. Bir sözlə, həm Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, həm bütün başqa məsələlərlə bağlı bütün müsəlman aləmi birlik, həmrəylik nümayiş etdirməlidir. Azərbaycan İslam həmrəyliyinin güclənməsi üçün çox böyük səylər göstərir, ciddi addımlar atır. Azərbaycan müxtəlif ölkələrdə baş qaldıran İslamofobiyaya qarşı çox ciddi mübarizə aparır. Biz açıq şəkildə müxtəlif səviyyələrdə, ən yüksək səviyyələrdə bu məsələ ilə bağlı öz sözümüzü deyirik, İslamofobiyanı pisləyirik və öz nümunəmizi təqdim edirik. İslamofobiya həm müsəlman ölkələri üçün və xalqları üçün təhlükədir. Eyni zamanda bu çirkin meyllərə rəvac verənlər üçün də təhlükədir. Bu qarşıdurmanı daha da dərinləşdirir, qarşılıqlı inamsızlığı artırır. Azərbaycanda bütün dinlərin nümayəndələri rahat bir ailə kimi sülh şəraitində yaşayırlar. Qardaşlıq, dostluq şəraitində biz yaşayırıq və nümayiş etdiririk ki, multikulturalizm dəyərləri yaşayır və yaşamalıdır. Bu il bildiyiniz kimi Azərbaycanda multikulturalizm ili elan edilmişdir və bu il Azərbaycanda keçirilmiş sivilizasiyalar arası qlobal forumun nəticələri bir də onu göstərir ki, Azərbaycan bu yolda çox böyük uğurlara imza atıb. Bakıda keçən il Avropa oyunları keçirilmiş, gələn il isə İslam həmrəylik oyunları keçiriləcəkdir. Və əminəm ki, İslam həmrəylik oyunları təkcə idman yarışı kimi tarixdə qalmayacaq. Biz istəyirik ki, İslam həmrəylik oyunları gələn il bütün dünyaya nümayiş etdirsin ki, İslam aləmi birliyə çağırır, sülhə, sabitliyə çağırır. Eyni zamanda əminəm ki, bu oyunlar İslam mədəniyyətinin təzahürü olacaqdır. Və o oyunlardan bir il sonra 2018-ci ildə qədim Azərbaycan şəhəri Naxçıvan İslam mədəniyyət paytaxtı elan olunacaqdır. Bir neçə il bundan əvvəl Bakı bu şərəfli ada layiq görülübdür. İndi isə Naxçıvan bu şərəfli missiyanı icra edəcək. Bir sözlə, bir də qeyd etmək istəyirəm ki, biz Azərbaycanda çalışırıq ki, İslam ölkələri arasındakı birliyi daha da gücləndirək və bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik. Bir daha sizi salamlayıram və sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Sağ olun.